Değerli şagirdlər, 8-ci sualın həllinə baxırıq. Bizdən tənliklər sisteminin həllini soruşur. Birinci ifadə verilib, x plus 4 bərabərdir 0-a, 3x plus y kvadrat bərabərdir 13-ə. Birinci ifadədə fikir versəniz, x-i tapa bilərəm mən buradan. X mənfi 4-dür. O zaman mən bu x-in qiymətini gətirib burada yerinə yazsam nə olacaq? 3 vurulsun mənfi 4 plus y kvadrat bərabərdir 13-ə. Burada mənfi 12 üzərinə gəlinsin y kvadrat bərabərdir 13-ə. Y kvadrat nəyə bərabər olur? 13 plus 12. Çünki mənfi 12 digətirəm. Olur 25. Artıq y tapırıq. Müsbət mənfi 5. Yəni, y-in 2 dənə qiyməti. Mənfi 5, müsbət 5. O zaman bizim tənliklər sisteminin həlli nə olacaq? X-ımız mənfi 4-dür. Y-imiz 5-dir və y-imiz mənfi 5-dir. Onda biz bu cütləri yazsaq. Mənfi 4. Mənfi 5, mənfi 4, 5. Burada deməli hansı variant uyğundur? C variantı.